Mən bildiyim qədərilə bu mövsüm Araz Naxçıvan tarixinin ən böyük büdcəsi xərclənib kluba. Kifayət qədər yüksək məbləğdə futbolçular transfer olunub. Bunları nəzərə alıb komanda Avrokuboklara getməsə və yaxud da ki, qışa qədər düzəlməsə, məncə baş məşqçini göndərəcək. Çünki məlumatlar da artıq yazılır. Zaur Axundovun hamımız tanıyırıq. Sən daha yaxşı tanıyırsan. Bir məğlubiyyətə belə dözəcək adam deyil. Əslində Zaur müəllimi, yəni mən xəttini istədiyim bir insandır, klub rəhbəridir. İşləmişik də bir yerdə. Mənə həmişə çox hörmətlə yanaşıb, mənim də ona böyük hörmətim var. Adam qələbəni sevən insandır, adam məğlubiyyəti yəni qəbul eləməyən insan. Bu normal bir xarakterdir. Bu insan xarakteri yəni belədir, qələbə istəyir, məğlubiyyəti heç yerdə sevmir, hər şeydə çalışır ki, birinci olsun. Və bilirəm ki, komandaya lazımı dəstəyi verir. Yəni artıqlamasından lazımı dəstəyi verir. Komandanın arxasındadır həmişə. Yəni məşqində belə, oyununda belə komandanı tək qoymur. Hər dəfə yanındadır. Həvəsləndirir komandanı, lazım olan bonuslarından tutmuş hər bir şeyinə qədər. Amma indi komanda düşüş dövründədir, düşüş dövrü yaşayır. İndi Zaur müəllim nə qərar verəcək? Yəni işləmişik bir yerdə, istənilən vaxtı fikrini, qərarını dəyişə bilər. Yəni öz bir xarakteri var ona uyğun. Zaten dəyişdiyi halda da bu qərar icra olunmalıdır.